Deməli, şərtdə verilib ki, ABCD paraleqramın sahəsi 120-dir. AD tərəfindən DK və AK tənbölənləri çəkilib. K-dan Y-yə perpendikular endirilib və o həmin AD tərəfini 2-8 nisbətində bölüb. Bura alfa-alfa, beta-beta yazsaq, bilirik ki, paraleqramın bir tərəfinə bitişik bucaqları 180 dərəcə olur. Buradan hər tərəfi 2-yə bölsək, alfa üstəgəl beta 90 alınır. Yəni burada alfa və beta 90-dırsa, deməli bu üst bucağın bu bucağı 90 dərəcədir. Yəni bucaqlı üst bucağın düz bucaq təpəsindən çəkilmiş hündürlük olduğunu tapdım KY-nin. Düz bucaqlı üst bucağın düz bucaq təpəsindən çəkilən hündürlüyün tapılma düsturu h kvadrat bərabərdir mn-dir. Yəni KY-nin kvadratı bərabərdir 8 vurulsun 2, oradan 16 alınır. KY-nin kvadratı 16-dırsa, demək ki KY 4. KY 4 yazırıq. ADK üçbucağını kənara çəkdim. Buradan AYK üçbucağına baxsaq, Pifaqor teoreminə əsasən katetləri 8 və 4-dür. AK-nı tapsaq 4 kök 5 alınır. Bundan sonra alfa bucağının sinusunu və kosinusunu tapacağım. Sinus alfa bərabərdir. Bucağın sinusu qarşıdakı katetin hipotenuza nisbətidir. Yəni 4 bölünsün 4 kök 5. 4-lər ixtisar getdi, 1 bölünsün kök 5 qaldı. Sonra həmin bu bucağın sinusunu tapacağım. Kosinus alfa bərabərdir. Bucağın kosinusu həmin bucağa bitişik katetin hipotenuza nisbətidir. Yəni 8 bölünsün 4 kök 5. Buradan da 4-ə ixtisar aparsaq 2 bölünsün kök 5 qalacaq. Bu AK tənböləni idi axı. Alfa-alfa. Mənə baxın, bu paraleqramın bu bucağı lazımdır. İti bucağı. Paraleqramın iti bucağı 2 alfadır. 2 alfadan istifadə edib sinus 2 alfanı tapaq. 2 qat arqumentin düsturlarına əsasən sinus 2 alfanın açılışı 2 sinus alfa kosinus alfadır. Yəni sinus 2 alfa bərabərdir. 2 vurulsun 1 böl kök 5 vurulsun 2 böl kök 5. 2-ni 2-yə vurduq 4, kök 5-i kök 5-ə vurduq 5-də 4. İndi mən bunu harada istifadə edəcəm? Bu paraleqramı yenidən çəkirəm. Dostlar, tərəfi 10-dur, düzdürmü? Bu bucağı, bura 2 alfadır da, düzdür? 2 alfa. Bizdən də bu AB tərəfini soruşur, onu x deyib. Bu bucağın sinusunu tapdım. Paraleqramın sahə düsturuna əsasən A vur B vurulsun sinus alfadır da. İndi burada 2 alfa olduğuna görə 2 alfa yazdım. Düzdürmü? Mən də sinus 2 alfanı 5-də 4 tapmışam axı. Deməli A neçədir? 10. B-ni bilmirəm. X vurulsun sinus 2 alfa 5-də 4. Bərabərdir 120. Buradan da sadələşdirmələri aparsaq 8-15. Yəni AB tərəfinin 15 sm olduğunu alırıq.